Ağdam rayon 1-ci yüzbaşılı Kəndtam Orta Məktəbinin 10-cu sinif şagirdi Əhmədov Ecəvər Şəmşiroğlu. Mən bir neçə ay öncə bu barədə məlumat vermişdim, siqnal ötürmüşdüm prezidentimizə, təhsil nazirimizə. Mənim şikayətim bundandır ki, Ağdam rayon 1-ci yüzbaşılı Kəndtam Orta Məktəbinin direktoru Polad Zeynalov özbaşınalıq edir. 15-16 qohumun yığıb başına, məni şərləyir, üzr istəyirəm, üzümə adam dirəndirir, məktəbə polis çağırır, məni nüfuzdan salmağa çalışır. Səbəbini də açıqlayacağım sizə. Deməli, məktəbə yoxlama gəlmişdir, Fərid adlı yoxlama idi, Qarabağ regionaldan gəlmişdi. Mənə sual verdi ki, jurnalda adım birinci olduğuna görə. Mənə sual verdi ki, məktəbdə fakültədə dərs keçirilir, dərsdən sonra məşğələ keçirilir. Mən də cavabına düzgün olaraq cavab verdim. Dedim ki, xeyr, dərs keçirilmir. Bundan sonra Polad Zeynalov məndən başladı prinsip aparmağa, məndən oldu, düşman kəsildi mənə, məni şərlədi, mənim üzərimə polis çağırdı, valideynim məndən ötürü məktəbə getdi, mənim valideynimi polisə verdi. İndi də bu günlərim ayın 25 aprel 2025-ci il tarixində məktəbə gedirəm. Məktəbin direktoru 7-8 dənə adamı, məktəb işçisinin məktəbin qapısına yığaraq məni məktəbdən içəri buraxdırmırdı, qoymurdu içəri girəm. Səbəb də budur ki, 23 aprel 2025-ci il tarixində Lamiyə adlı tarix müəlliməsi ilə mənim mübahisəm olmuşdu. Buna görə ki, mənim dişim ağrıyırdı, ayağımı uzağı qoymuşdum, mənə də ayağını yığışdı. Mən ayağımı yığışdırdım, daha sonra uşaqlar gülüşdü. Sonra mən belə gülümsəyərək dayandım, mənə qayıtdı ki, nəyə gülürsən, üzr istəyirəm ifadəmə görə, üzr istəyirəm, küçük, səni məhv eləyərəm. Mən də bundan sonra qayıtdım, mən də ona cavab qaytardım, mübahisəmiz başladı. Daha sonra dərsdə telefonla oynuyorduk. Mən də dedim ki, məktəb gülmək yeridir. Mən də ona cavab qaytardım ki, dedim ki, onda dərs, məktəb telefonla oynamaq yeridir. Bunun üstündə mübahisəmiz yarandı. Daha sonra mən evə getdim. İndi də ayın 25 aprel 2025 il tarixidir. Məktəbə getdim, kamera görüntüləri var, Polad Zeynalov məni içəri buraxmadı. Hətta mənə təhqir edici söz dedi. Mənim bu son çıxışımdır. Prezidentimizə, qalib prezidentimizə, cənab prezidentimizə, cənab təhsil nazirimizə səslənirəm. Bir neçə ay bundan qabaq səslənmişdim, indi də səslənirəm. Amma bu sonuncu çıxışımdır mənim. Mənim başqa yolum yoxdur. Artıq məktəbin içində, sinifin içində məni gözdən çalmağa çalışır Polad Zeynalov. Məni şərləyir. Məktəbdə sındırmaq istəyir məni. Mənim də sonuncu çıxışımdır. Mən dövlətimizə inanıram, xalqımıza inanıram, prezidentimizə inanıram və xüsusilə də cənab nazirimizə, təhsil nazirimizə Emin Əmrullayeva inanıram ki, bu barədə qanuni tədbir görər inşallah. Mənim sonuncu çıxışımdır. Bu məktəb dədəsinin məktəbi deyil, hər birimiz bilirik. Bu məktəb dövlətimizin məktəbidir. Allah dövlətimizi qorusun. Bu məktəb hər halda dövlətin məktəbidir. Hər kəs, hər bir şagird, hər bir uşaq gedib orada azyaşlı təhsil ala bilər. Buna da Polad Zeynalov imkan vermir. Mənim sonuncu çıxışımdır bu. Mən biraz əvvəl, bir saat öncə 25 aprel 2025-ci il tarixində 102-yə məlumat vermişəm. Bu barədə inşallah tədbir görürlər. Sağ olun, var olun.